Hadisə baş verərkən tamamilə bizim üçün bu gözlənilməz idi. Çünki bayaq söylədiyim kimi biz İrana münasibətdə həmişə o mehriban qonşuluq siyasətinə sadiq qalmışıq və 3 versiya ağla gəlirdi. 3 versiya üzərində. Birinci versiya o idi ki, deməli bu bir təsadüfən baş vermiş bir şeydir. Müharibələrin gedişatında bəzən belə hallar olur. Bu təsadüfdür. İkinci versiya o idi ki, İranı da Azərbaycanı da bu prosesə qoşmaq istəyən üçüncü bir qüvvə bunu edib, amma İranın üstünə atılır. Bu versiyada deməli ağla gələ bilərdi. Ancaq Sepahın öz saytında şəkili göstərməsi ki, deməli biz bunu etmişik və onun artıq necə deyək, cinayəti eləyib və onu həm də etiraf eləyirsə, bu artıq bütün dediyim birinci və ikinci versiyanın üstündən xətt çəkilsən, bunların heç bir mənası yoxdur. Üçüncü versiya, yəni bunu bilərəkdən etmişik və heç bir məsuliyyətə daşımırıq anlamına gəlir. Belə olan vəziyyətdə Azərbaycan dövlətinin birinci növbədə atdığı addımı elə həm Xarici İşlər Nazirliyinin, həm də Müdafiə Nazirliyinin məlum bəyanatlarıdır. Biz ilk növbədə hələ bu saata qədər olsaydı, siz indi canlı efirdə onu deyərdiniz. Bu dəqiqəyə qədər hələ İran tərəfindən məlum bu cinayətlə bağlı heç bir izahat yoxdur. Heç bir deməli aydınlıq gətirilmir. Məncə o şəkil, çox üzr istəyirəm sözünüzü kəsirəm, elə o şəkili elə bax bu ərəfədə qoymaqları hansısa formada cavabın anonsu idi. Yəni heç bir kommentariyasız, heç bir fikir bildirmədən o şəkili qoyublar ki, biz etmişik. Biz etmişik, bəli. Siz həmişə bir terror hadisəsi baş verəndə sual verir, kim bunu edib? Bir terrorist təşkilat deyir ki, mən etmişim. Boynuna götürür. İndiki vəziyyətdə bəli, Sepah boynuna götürür ki, onlar ediblər. Həmin sualın cavabı. Bu həm də ki, o diplomatik reaksiyanı da sabotaj eləməkdir İran tərəfinin. Yəni görünür ki, onlar siyasətçiləri və həm də diplomatları da nəzarətdə saxlayırlar. Və indi Xarici İşlər bizim deməli indi müxbirimizin həmin o İran səfirinin qapısını döyərkən çox asan bir şeydir ki, heç bir əməkdaşı çıxır, deyir ki, məsələ ilə xəbərimiz var, araşdırılır və sizə əlavə məlumat veriləcək və yaxud da ki, səfir bir briefing keçirəcək. Bununla bağlı tək sizə yox, bir Baku televiziyası, Baku TV olaraq tək sizə yox, bütün Azərbaycan mətbuatına biz briefingdə sözümüzü deyəcəyik. Sadəcə gözləyin. Belə bir cavab da verə bilərdi. Hesab edirəm ki, bunlar hamısı onu göstərir ki, İrandakı o səfirlik də müəyyən təlimatlar alıb bu hadisəni, bu cinayət törədən tərəflərdən və Müdafiə Nazirliyimizin bəyanatı var, Xarici İşlər Nazirliyimizin bəyanatı var, Yeni Azərbaycan Partiyası, hakim partiya bu məsələ ilə bağlı bəyanatını ifadə edib və pisləyib. Bizim məqsədimiz nədir? Məqsədimiz odur ki, ilk növbədə kim o əmri verib ki, Azərbaycan dövlətinin ərazisi vurulsun və həmin şəxs, həmin məsuliyyət daşıyan şəxslər qrupu, vəzifəli şəxslər, hərbçilərdir, kimlərdir, onlar tapılsın və cəzalandırılsın. Və eyni zamanda Azərbaycan tərəfindən bununla bağlı deməli, mövcud vəziyyətdə hansı davranış var beynəlxalq hüquqda, onu biz tələb edirik. Həm də ki, bir izahat versinlər ki, Azərbaycan dövləti sən filan görüntüyə baxaq. Artıq digər media qurumları da eyni. Baku TV-nin nümunəsində kimsə keçdi axı nümayəndədir o, səfirliyin işçisidir. Gülə-gülə üzündə təbəssüm. Yəni məlumat verməlidir ki, İran tərəfi Azərbaycan tərəfinə məlumat verməlidir ki, siz Azərbaycan dövləti olaraq İran əleyhinə filan addımları atmışsınız. Bunun qarşılığında bir cavab atırıq. Yoxdur bu adı. Bəli. Azərbaycan cavabı yoxdur. Paranoya var, onsuz da deyirlər onu həmişə. Əsaslandırılmış şəkildə. Bir şey, mən bəyaz çıxışımda da söylədim ki, İran 47 ildir ki, sanksiya altında olan dövlətdir. Müstəqillik tariximizdən bu günə qədər Azərbaycanın heç bir İran əleyhinə kampaniyada iştirak eləməyib, qoşulmayıb. Ərazimizdən istifadə ilə bağlı bizə nə qədər təzyiqlər olub, nə qədər Azərbaycandan təzyiqlər olub ki, çünki biz qonşu dövlətik və icazə verin, imkan verin ki, biz İrana zərbə endirək. Biz buna getməmişik və buna getməyəndə elə bizə sağ ol deyiblər. Bizə insan hüquqlarını, demokratiyanı pozmaqdan və s. ittihamlar, bunlar hamısı yalandır. Niyə? Siz İranı vurmağımıza imkan verməmişsiniz. Bunun biz bəhanəsini çox gözəl bilirik. İranda məhz bunu dərk eləmirlər, məhz bunu bilmirlər. Mən elə gəlir ki, İranın addımları indi nə istiqamət alıb. İran çalışır ki, doğrudan da vəziyyəti bütün regionda ondan kənarda xaosa çevirsin.